Sizə labirintin həyatdakı real versiyasını göstərmək istəyirəm. Təsəvvür edin ki, qonaqsız, bu otaqda yatmısınız. Gecənin bir yarısı oyanırsan ki, hansısa bir təbii ehtiyacı ödəmək lazımdır. Bunun üçün nə edirsən? Əvvəlcə gəlib çıxmalısan bu qapıdan bu kiçik koridora. Buradan dönürük sola. Gəlib daxil olmalıyıq biz bu otağa. Gecənin bir yarısı gecə 4-də. İndi burada kimsə yatıbsa, gəl buna başa sal ki, qardaş, vəziyyət o vəziyyət deyil. Deyək ki, buradakı yatdı, bu bizi görmədi. Buradan nə etmək lazımdır? Gəlirik və yeni bir təhlükə. Buradan daxil olmalıyıq digər otağa. Bu qapıda səs edir, gəl indi buradan keç. Deyək, burada yatan da bizi görmədi. Yavaş-yavaş, səssizcə buradan, necə deyirlər, sürüşürük. Gəlib açırıq bu qapını. Bu qapını açandan sonra çıxırıq və buyurun. Bizim axtardığımız kiçik və gözəl bir istirahət otağı burada yerləşir. İndi bura necə gəlmək olar gecə 4-də?